Xoş gördük, hörmətli izləyicilər. Aprelin 1-dən salamlayırıq sizləri. Sizə sabaha olan hava proqnozunu təqdim edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz 18-22 dərəcə isti müşahidə ediləcək. Atmosfer təzyiqi 764 mm civə istonundan 755 mm civə istonuna enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək. Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. Belə dəyərli izləyicilər, hava məlumatını dinlədiniz. Görüşənədək.